Eyüp Sultan Camisinin yanında dağ başında bir yüksəklik görünür. Bu yüksəklikdən İstanbulun bütün tarixi abidələri, camiləri, muzeyləri, gözəl mənzərəsi və bu mənzərələr içində göylərə baş çəkən Sultanahmet Camisi görünür. Görünən bu ilahi gözəlliyi seyr etdikdən sonra onu anlayırsan ki, İstanbulda Tanrı və insan, təbiət və sənət hər zaman birlikdədir. Böyük Rəbbimiz yer üzərində İstanbul kimi belə bir mükəmməl şəhər yaradıb ki, onun gözəlliyinə baxdıqca doymaq olmur. Əzəmətindən, müqəddəs məkanlarından, ilahi füsunkarlığından asanlıqla ayrılmaq mümkün deyil. Məhz bu səbəbdən də bir qoluyla Asiyaya, digər qoluyla Avropaya uzanaraq iki qitəni bir-birinə birləşdirən İstanbul, inan və etiqad yerlərinə çevrilən camiləri ilə insana mənəvi rahatlıq bəxş edir. Əgər belə olmasaydı, İstanbulda bütün müsəlmanların sevərək ziyarət etdiyi Sultanahmet Camisi tarix xəzinəsinin ən nadir inciləri sırasına daxil olmazdı. Bu şəhərə gələn hər kəs tərəfindən böyük heyranlıqla ziyarət edilən saray klassik türk sənətinin ən gözəl nümunəsidir və dünyada mövcud olan 6 minarəli tək camidir. 1609-cu ildə inşasına başlanan caminin gözəlliyi kimi tarixi də insanı təəccübləndirir. Belə ki, Osmanlı hökmdarı Sultan Əhməd xan bu camini inşa etdirmək istədiyi zaman görülən ilk iş camiyə uyğun ərazinin seçilməsi idi. Demək olar ki, İstanbulu qarış-qarış gəzib, nəhayət gəlib bu ərazidə dayandı. Buranı çox sevən sultan caminin məhz bu ərazidə inşa olunmasına qərar verdi. Ancaq bu o qədər də asan bir iş deyildi. Çünki Sultan Əhməd xanın bəyəndiyi bu ərazidə Böyük Sokollu Məhəmməd Paşanın sarayı yerləşirdi. Heç kim ağlına belə gətirməyə cəsarət etməzdi ki, Məhəmməd Paşanın sarayı söküləcək və yerində Sultanahmet Camisi inşa olunacaq. Ancaq uzun-uzadı çətin danışıqlardan sonra Sultan Əhməd xan çox baha qiymətə Məhəmməd Paşanın sarayını satın aldı. Deyilənə görə saraya verdiyi pulla İstanbul kimi ikinci bir şəhəri inşa etdirə bilərdi. Sultan Əhməd bütün bunlara göz yumaraq satın aldığı sarayı dərhal yerlə yeksan etdirdi və yerində memar Sədəfkər Məhəmməd ağa tərəfindən Sultanahmet Camisinin təməli qoyuldu. Deyilənə görə bu caminin təməl atma mərasimində Osmanlı hökmdarı Sultan Əhməd xan dizlərini yerə qoyur. Ətəyinə torpaq dolduraraq, "Ya Rəbb, mən Əhməd qulun sənin xidmətindəyəm, sən özün mənim niyyətimi qəbul et" deyib göz yaşları tökür. Bu sözlərdən sonra böyük hökmdarın bu qədər ürəkdən bağlandığı caminin tikintisinə başlandı. İstanbulun göz bəbəyi olan Sultanahmet Camisinin inşa olunması elə düşünmək olmaz ki, hamını sevindirdi. Yox, hətta caminin inşasına etiraz edənlər də tapıldı. Bunun əsas səbəbi caminin 6 minarəli olması idi. Osmanlı İmperiyasının bəzi əyalətlərindən güclü etiraz səsləri ucaldı. Etiraz edənlər Sultanahmet Camisinin 6 minarəli olmasını Kəbədəki müqəddəs camiyə hörmətsizlik əlaməti olaraq qəbul etdilər. Bundan xəbərdar olan Osmanlı hökmdarı Sultan Əhməd fikrindən dönmədi. Ancaq alqışlanacaq ikinci bir addım atdı. Kəbəyə gedərək oradakı 6 minarəli camiyə bir minarə də əlavə etdirdi. Kəbədəki camini 7 minarəli camiyə çevirdi və geri qayıdıb Sultanahmet Camisini inşa etdirməyə başladı. İnşası 7 ilə tamamlanan Sultanahmet Camisinin açılışı 1616-cı ildə baş tutdu. Bütün xalqın qatıldığı möhtəşəm bir izdihamla açılış mərasimi oldu. Mərasimdə hamıdan çox camini inşa etdirən Sultan Əhməd sevincli idi. Çünki o meydana gələn sənət əsərindən çox məmnundu.
hamı göz qamaşdıran caminin İstanbulun 6-cı möhtəşəm sənət əsəri olduğunu bir dillə bəyan etdi. Bütün bu gözəlliklərin müəllifi məşhur türk memarlıq sənətinin ulu sənətkarlarından biri olan Sədəfkar Məhəmməd Ağadır. Sultanahmet Camisinin əsas girişi Roma zamanından qalmış hipodrom tərəfindəndir. Camiyə açılan 3 qapıdan hansı birindən olur olsun, içəriyə girdiyiniz zaman çöl görünüşü kimi daxili memarlığın da zənginliyi insanı valeh edir. Əl işləri və çini şüşələrlə bəzədilmiş Sultanahmet Camisinin daxili divarları daha böyük bir əzəmət yaradan 4 iri sütun üzərində dayanıb. Caminin daxilindəki tavanların və ətrafların bəzədilməsi üçün inşa zamanı 21.043 çinidən istifadə olunub. Bir çininin qiyməti isə bir qızıl pula bərabər imiş. Sultanahmet Camisi'nin ikinci adı Mavi Cami'dir. Ne için bu yere Mavi Cami deyildiyini araştırsaq, belə məlum olur ki, sarayın ən əzəmətli və ən gözəl yerləri mavi çini şüşələrlə işlədilib. Əsasən gül naxışları ilə bəzədilən çini şüşələr artıq əsrlər boyudur ki, olduğu kimi qalır. Görünür, ulu yaradanımız bu camiyə böyük məhəbbətini, böyük diqqətini heç vaxt əskik etmir. İnşasından əsrlərin, qərinələrin keçməsinə baxmayaraq, saray olduğu kimi bütün müsəlmanların hizmətinə açıqdır. Bütün müqəddəs məkanlarda və camilərdə olduğu kimi, Sultanahmet Camisində də yer xüsusi xallarla döşənib. Bu xalların üzərində isə ana giriş qapısının qarşısında şahanə bir minbər qoyulub. Minbərin üzərində isə mərtəbələrlə görünən 260 pəncərədən işıqlandırılan eyvanlar mövcuddur. Bu eyvanlar zamanında sultanlar üçün inşa olunub. Bugün isə ölkəyə gələn özəl qonaqlardan başqa ikinci bir şəxsin ora qalxmasına icazə verilmir.
Eyvanların üzərindəki böyük qübbənin dairəsi 24 metr, uzunluğu isə 43 metrdir. Bu yüksəkliyin üzərində dayanan minarələr klassik türk memarlıq məktəbinin ən gözəl nümunəsidir. Bütün bu gözəlliklərə gözəllik qatansa, hər gün bu camini ziyarət edən müsəlmanlar və qeyri-dinlərdən olan, ancaq tək Allaha və İslam dininə ürəkdən bağlanan insanlardır. Bu insanlar tərəfindən Sultanahmeddə qılınan cümə namazı əsl qardaşlığı və ilahi Tanrı sevgisini əks etdirir. Mavi cami və yaxud Sultanahmed camisi hər gün bütün müsəlmanların ziyarətinə açıqdır. Gün ərzində minlərlə müsəlman bu məscidi, bu müqəddəs məkanı ziyarət etməyi özlərinə borc bilirlər. Və tək Türkiyədən deyil, bizim kimi dünyanın istənilən nöqtəsindən, istənilən bölgəsindən Allaha pənah aparan, uca Rəbbimizə sığınan milyonlarla müsəlman bu camiyə gəlməyi özlərinə borc bilirlər. Həftənin cümə günləri isə bu cami xüsusi bir gözəlliyə, xüsusi bir əzəmətə malik olur. Çünki bütün dünyadan və Türkiyədən gəlmiş Allaha ibadət edən müsəlman bacı və qardaşlarımız bu möhtəşəm, əzəmətli Sultanahmed camisində cümə namazını qılırlar. Allah bütün müsəlmanlarımızın namazını və orucunu, dualarını qəbul etsin. Namaza çağırış isə İstanbula ilıq bir rüzgar kimi yayılan azanla gerçəkləşir. Bugün tarixi qədər müasirliklə fərqlənən İstanbul kimi çox millətli bir şəhərdə heç kim azan səsindən narahat olmur. Gün ərzində 5 dəfə İstanbulu başdan başa ilahi bir nura bəxş edən azan səsini həm türklər, həm də əcnəbilər çox sevir. Azanı eşidən müsəlmanlar isə caminin həyətində dəstəmaz aldıqdan sonra cümə namazına gedirlər. Hayya alas-salah. Sultanahmed kimi ilahi bir gözəlliyin yaranmasına ən çox səy göstərən, əmək sərf edən Osmanlı hökmdarı Sultan Əhməd xanın türbəsi də Sultanahmed camisinin yanındadır. Türbədə Osmanlı hökmdarı Sultan Əhmədin məzarı ilə yanaşı, onun anasının, həyat yoldaşının, evladlarının, nəvələrinin məzarları mövcuddur. Bir zamanlar böyük bir imperiyanın hökmdarı olan Sultan Əhməd indi haqqın rəhmətinə qovuşsa da, gözəl əməlləri ilə hələ də xatırlanır. Sultanahmed türbəsinə böyük bir dəyər qazandıran yalnız Sultanahmed sülaləsinin məzarları deyil, burada qorunan müqəddəs əmanətlərdir. Məhz bu türbədə Sultan Əhməd xanın məzar daşının arxasında qoyulan və xüsusi diqqətlə saxlanılan Məhəmməd Peyğəmbərin saqqalı şərifidir. Həmçinin yaşı 15 əsrə yaxın olan Əmmamə, Məhəmməd Peyğəmbərin mücrüsü və başqa tanınmış şəxsiyyətlərə aid əşyalar da türbədə qorunur. Məhəmməd Peyğəmbərin saqqalının tükü, türklərin deyimi ilə desək, saqqal şərifi bura ilahi bir əzəmət və gözəllik bəxş edir. Biz də bu müqəddəs əmanətləri görmək səadətinə nail olduğumuz üçün və bütün bunları sizlərə təqdim edə bildiyimiz üçün Ulu Yaradana şükürlər olsun deyirik. Əsrlərin şahidi olmuş Sultanahmed camisinin inşası üçün Osmanlı hökmdarı Sultan Əhməd
bütün varından yoxundan keçdi. O, əcdadlarından qalan ləl cəvahirləri, dünyanın dörd bir yanından gələn tonlarla qızılı və daş qaşları bu caminin yolunda göz qırpmadan xərclədi. İnşası bitdikdən sonra camiyə zəngin kitablar da hədiyyə olundu. Bu kitabların bənzəri dünyanın heç bir yerində yoxdur. Bugün talehi heç kimə məlum olmayan kitablar əgər bir gün tapılsa, yəqin ki, çox məqamlara aydınlıq gələcək. Çox qaranlıq mətləblər işıq üzünə çıxacaq. Sultan Əhmədin şəxsi kitablarından heç bir xəbər olmasa da, ancaq camidə tapılan yazılı bir kitabə çox dəyərli bir tarix xəzinəsidir. Kitabənin üzərində yazılan qiymətli sözlər belə tələffüz olunub. Sultan Əhməd, onun lal sularından içən cənnətə qovuşacaq, xoşbəxt olacaq. Gördüyü gözəl əməllər sətir-sətir ömür kitabına yazılacaq. Bütün əxlaq sahibləri, bu camini inşa edənlər, yalnız və yalnız Allaha pənah aparanlar məhşər günü böyük bir hədiyyə ilə qiymətləndiriləcək. Bu caminin yaranmasına ol deyən Allah, onu inşa edənsə Məhəmməddir. Dünya var olduqca şöhrəti hər yerə yayılsın deyə bu göz qamaşdıran camini yaşadan bizlər yox, yalnız ulu yaradanımız Allahdır. Bölməz əsərin bənzəri yoxdur və heç zaman olmayacaq. Sən Türkiyənin göz bəbəyi, sən İstanbulun ən nadir sənət incilərindən birisən, gözəl Sultan Əhməd Camisi. Bu sözləri Türkiyənin və dünyanın yeganə sənət nümunəsi olan Sultan Əhməd Camisi haqqında deyiblər. Sultan Əhməd tək türklərin, tək İslam dünyasının deyil, eyni zamanda bütün dünyanın yeganə 6 minarəli camisidir. Türk klassik sənət məktəbinin yeganə nümunəsi olan Sultan Əhməd Camisi dənizdən seyr olunan Türkiyə mənzərəsinin ən nadir və ən dəyərli siluetlərindən biridir.